Qurban Bayramı yaxınlaşır. Bu il 6 və 7 iyun tarixlərində qeyd olunacaq. Qurban Bayramı hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən 3 gün davam edir. Bu müqəddəs bayram bütün müsəlman aləmində geniş şəkildə qeyd olunur. Bayram günlərində qoyun, qoç, inək, dana və ya dəvə kimi heyvanlar İslam qaydalarına uyğun şəkildə qurban kəsilir. Kəsilən heyvanların sağlam və qüsursuz olması vacibdir. Bu gündə müsəlmanlar Allaha olan sədaqətlərini və itayətlərini nümayiş etdirmək məqsədi ilə qurban kəsir. Eyni zamanda birlik, qarşılıqlı hörmət və mərhəmət kimi dəyərləri yaşadırlar. Qurban bayramının gəlişi ilə bağlı danışan Varniyuli Mərkəzi Məscidinin axundu İmam Cümə Hacı Hacıyev qurbanlığın əhəmiyyətindən danışıb. Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə Cümə günümüz mübarək olsun. Allah ibadətlərimizi qəbul eləsin. Bildiyimiz kimi mübarək Zilhəccə ayı artıq daxil olub. Hacılar Məkkə şəhərindədirlər. Öz həcc ibadətlərini yerinə yetirirlər. Allah hacıların ziyarətini qəbul eləsin. Və bildiyimiz kimi bu ayın ən mühüm günlərindən biri də Qurban Bayramı günüdür. Bu il də Qurban Bayramı təsadüf edilib iyun ayının 6-sına. İnşallah Allah kəsdiyiniz qurbanları adi dərəcədə qəbul eləsin. Demək olar ki, o kəslər ki, Məkkəyə gedə bilməyiblər, buradadırlar. İyunun 6-sında eləyə bilərlər, öz qurbanlarını kəsinlər və olar ki, səfərdədirlər, evlərində deyirlər, onlar da eləyə bilərlər, 7-si, 8-i öz qurbanlarını kəssinlər. Qurban bayramı əzəmətli bayramdır, böyük bayramdır. Din xadimi Qurban Bayramında kəsilən qurbanlıqlarla bağlı müsəlmanlara mühüm tövsiyədə verib. Qurban kəsdikdə yaxşı olar ki, kəsəcəkləri qurbanın nöqsanı olmasın. Təbii ki, bu həccə aiddir, amma burada da olsa yaxşı olar. Yəni, nöqsansız bir heyvanı qurban kəssinlər və kəsdikləri zaman çalışsınlar ki, 3 təbəqəyi unutmasınlar. Qohum əqrəbeyi, qonşuları və fəqirləri. Bunlar da unudulmasa yaxşı olar. Və yaxşı olar ki, kəsilən qurbanın bütünü paylana və payladığı qədər də evində saxlasa yaxşı olar. Sən savabı daha çoxdur. Hamınızın qarşıdan gələn Qurban bayramınızı təbrik edirəm. Allah inşallah Məkkədə, Minada hamımıza bu bayramı qeyd eləməyi və qurban kəsməyi nəsib eləsin inşallah. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban Bayramı bütün müsəlman ölkələrində böyük təntənə ilə qeyd olunur. Qurban Bayramı İslam dininin 2 əsas bayramından biridir. Qurban Bayramının mənşəyi İbrahim Peyğəmbər ilə bağlı tarixi bir hadisəyə dayanır. İbrahim Peyğəmbər yuxusunda Allahın ona ən çox sevdiyi varlığı, oğlu İsmayılı qurban verməyi əmr etdiyini görür. Bu əmrin ilahi bir sınav olduğunu anlayan İbrahim tərəddüdsüz itayət göstərir və oğlu da bu əmrə boyun əyir. Lakin o anda Allah tərəfindən İbrahim Peyğəmbərin səmimi itayəti qəbul olunur və bir qoç göndərilərək İsmailin əvəzinə həmin heyvanın qurban verilməsi əmr olunur. Bu hadisə müsəlmanlar üçün Allaha təslimiyyətin və sədaqətin simvolu hesab edilir.